İmam Mehdi Əcələllahu Teala Fərəcəhuş Şərif buyurur. Baş vermiş hadisələrdə bizim hədisləri rəvayət edənlərə müraciət edin. Onlar sizin üzərinizdə mənim höccətlərimdir, mən də Allahın sizin üzərinizdəki höccətiyəm. Qeyd olunan hədisi şərifdə hədisləri rəvayət edənlər kimlərdir? İmam Məhdidən Əcələllahu Teala Fərəcəhuş Şərif və 4 xüsusi naibindən sonra höccətlər və Allaha gedən yollar kimlərdir? Səfr ilə vəkilin fərqi nədir? İmam Əli əleyhissalam buyurur. Allahım düz buyurmusan. Yer üzəri Allaha tərəf istiqamətləndirən höccətsiz qalmaz. Ya aşkarda məşhurdur və ya gizlində qorxudadır. Bu da ona görədir ki, Allahın höccətləri və dəlilləri aradan getməsin. Bu hədisdə deyilən zahiri höccət hal-hazırda kimdir? Cavab: birinci suala cavab budur ki, Qur'anın kəlmələrini və Əhl-i Beytin hədislərini dərindən anlayıb və şəri hökmləri çıxarmaq üçün həyatlarını bu yolda sərf edən fəqihlərimizdir, yəni müctəhidlərdir. Bu xüsusda buyurulub, insanların öz nəfsinə üstün gələn, öz dinini qoruyan, istəklərinə əks gedən ağasının, zəmanə imamının əmrinə itaat edən fəqihlərə təqlid etməsi gərəkdir. İkinci sualın cavabı höccətlərin ən aydını və ən ucası, uca Allaha istiqamətləndirən kəslər, ümumi olaraq peyğəmbərlər və xüsusən də məsum imamlardır. İmam Məhdidən və 4 səfirdən sonra höccətlərin ən aydını və ən ucası, uca Allaha istiqamətləndirən kəslər, dini qoruyan fəqihlərdir. Həqiqətdə höccət onlarda xüsuslaşıb. Onlar öz həyatlarını Qur'anın, Peyğəmbərin və pak Əhl-i Beytin rəvayətlərinin üzərində araşdırma apararaq başa vururlar. Onlar bu mübarək işləri ilə dində olan dəyişkənliklərin və Əhl-i Beytin şiyələrini zəlalətə düşməkdən qorumaqla başa vururlar. Bu xüsusda İmam Hadinin mübarək hədisi kitablarda qeyd olunmuşdur. Üçüncü sualın cavabı. Səfr, imamı görür və bütün ölkələrdə onun vəkili olur. Vəkil, imam tərəfindən səfr olur, amma xüsusi məntəqə üçün. İmam Məhdinin səfirləri 4 ədəd idi, amma vəkilləri çox idi.